Hamınıza salam dostlar. Bugün yeni il üçün aldığım zır paketləri göstərəcəm. İndi isə başlayaq. Birinci yandıranları göstərəcəm. Bir dənə belədir. Bir dənə də belə sadə. Sonra bir blok Silver Cracker'dən almışam. Bir blokda 36 ədəd var. Belə balacadır, amma səsi yaxşıdır. Blokunu da indi göstərirəm qutusunu. Qutusu da belədir. Burada da yazır 36 ədəd var içində. İndi burada 29 dənə var. Partlatmışam 6 dənəsini. Sonra bir dənə belə bir dənə partladan almışam. Bunu ilk dəfə partladacam. Deyirlər ki, göydə açılır fişəng kimi. Big Silver Cracker. Qiymətlərini də deyim. Bu yaşılın bloku 15 manat almışam. Blokla aldığım üçün ucuz gəlib. Tək, amma dəqiq qiymətini bilmirəm. Tək yəqin ki, baha olar da 1.50-2 manat olar yəqin. Bunun da qiyməti 2 manat idi. Sonra bir ədəd sadə 60 dənəli paçkadan var. Bir paçkada 60 dənəlidən aldım. Bundan amma yenə alacam da, yəni videolar çəkəcəm aldıqca. Bunun da içi belədir. Bunu da hamı tanıyır. Sonra bir dənə dinamit var. Bunu da ilk dəfə partladacam. Belə qalındır. P23-lə eyni boydadır. Bu paçkanın qiyməti 2 manat 50 qəpik idi. Bu dinamitin də qiyməti 2 manatdır. Bunu da 2 manat almışam. Bunu da belə arasındakı fərqi çoxdur. Ancaq məncə dinamit yaxşı partlayır. İndi keçirik. Tüstüyə. İlk dəfə belə bir tüstü görürəm. Həddən artıq qalındır. Belə burada belə pimi var. Bunu deyir, nədir? Bunu çəkirsən yandırmadan, yəni şeydir, tüstü özü açılır. Bunu çəkən kimi tüstü özü çıxır. Purple Smoke'dur bunun adı. Bu da bənövşəyi tüstüdür. Bunun qiyməti normal tüstülərdən baha idi. Həm fərqlidir görünüşü, həm də çox qalındır. Məncə 1 dəqiqə yanır. Bunun qiyməti 3 manat 80 qəpik idi. Videomuz bu qədər. Başqa yeni zır paketlər alanda yenə video çəkəcəm. Sağ olun.